Assalamu alaikum değerli izləyicilər. Bu günlərim sizə belə bir dənə gözəl, bir dənə 2 mərtəbəli Xırdalanda həyət evi çıxartmışıq satışa qardaşlar. Bir dənə arxanıza rahat söykənin, evin gözəlliyinə mənlə bir yerdə siz də baxın. Gəlin qardaşlar. Qardaşım, bir dənə zəhmət olmasa. Qardaş, bax belə bir dənə gözəl bir dənə güllü bağçalı, ağaçlı həyət evimiz çıxdı satışa. Burada maşın salmaq yeri çox rahatdır. Yəni çox rahatçılıqla maşını saxlayırsınız. Qardaşlar, videonun əvvəlində deyim ki, evimiz tam çıxarışlıdır. Düzdür, remontu 5 il, 6 il bundan qabaq olur. İstənilən zövqə görə yəni remont olmalıdır. Amma ki, evimiz tam çıxarışlıdır, remontludur. Buyur, yaxınlaş qardaşım. Qardaşlar, belə bir dənə gözəl həyətimiz var. Orada maşın saxlanılan yerdən keçsən bu üst tərəfə evimizin tam qabağıdır. Gözəl bir dənə maşın saxlanılan yerdən keçəndən sonra burada stol qoyub rahatçılıqla oturmaq olar. Evin içinə keçid eləyək. Keçid eləməmişdən qabaq göstərim ki, həyətdə bir dənə sanuzeli qovşağımız var. Sanuzeli qovşağımız var. Qardaşım, gəl. Zəhmət olmasın. Belə bir dənə gözəl bir dənə zalımız var qardaşlar. Görürsünüz, zövqə görə taxtayla, laklı taxtayla patolog apışıqı olunubdur. Bu üst tərəfdən gəl, belə bir dənə zalımızdır. Bu üst tərəfdə mətbəxdir qardaşlar. Bu üst tərəfdə belə bir dənə gözəl bir dənə mətbəximiz var. İnanın ki, çox sərindir. Çox sərindir. Burada bir dənə sanuzel qovşağımız var, yəni elçinə desək, hamam bir də əx yolu bir yerdədir. Gəl qardaşım, gəl bura. Keçək ikinci mərtəbəyə, ikinci mərtəbəni göstərək qardaşlar. Bir dənə ehtiyatla gəl. Taxtadan çox gözəl apışıq olunmuş qardaşlar pləkanımız var. Burada bir dənə deməli 1, 2, 3, 4 dənə yataq otağı var yuxarıda qardaşlar. Bax, biri budur. Bax, biri burasıdır. Gəl buraya qardaş. İkinci yataq otağımız. İkinci yataq otağımızdır qardaşlar. Bura üçüncü yataq otağıdır. Görürsünüz, remont var. Amma 5 il, 6 il bundan qabağı remontdur. Amma bugünkü gündə istəməsən, yəni əl dəymək lazım deyil. Burada bir dənə yataq otağımızdır. Burada bir yataq otağımızdır qardaşlar. Deməli, buradan yataq otağından da birbaşa ikinci mərtəbənin balkonuna çıxış var. Görürsünüz, əziz qardaşlar. Deməli, qardaş, indi gəl sizə belə bir şey deyim. Belə bir ev, şəhərin istənilən yerində, yəni belə bir strukturda, belə bir şeydə olan ev, çıxarışlı, remontlu, həyəti, yəni gülü, bağçası, ağacı, hər bir şey olan ev, şəhərdə hardan baxsınız 250-280 min manatdır. Düzdürmü qardaşım? Qardaşımız buranı sizə 145 min manata çıxartmışam qaqam. 145 min manat. Yerində də şirinlik olacaq da, istəsəz də istəməsəz də aşağı yuxarı 5 yuxarı mütləq ki olur. Qardaşım, 145 min manata kupcalı, qarajlı, 2 mərtəbəli, canım sadesin 4 dənə yataq otağı, bir dənə zalı, mətbəxi ayrı, qardaşım, cəmsi 145 min manata. Nə gözsən? Gəl də qardaşım, ev axtarırsan, banka salacaqsan, pulun üstündən çatmır, problem deyil də qardaş, tam çıxarışdır. Buyur, yaxınlaş. Telefon nömrəmiz əlaqə nömrə profildə var. Buyurun, əlaqə saxlayın.